Salam dostlar, bugün Elçin Abuşovun testindən Orta dövr Azərbaycan ədəbiyyatı və Nəsiminin ortaq qarşılığı olan, yəni ikisinin də olduğu testdən izah edəcəm. Başlayaq elə birinci söz testdən Nizami dedim, yəni Nəsiminin. İmadəddin Nəsiminin söz rədifli şeiri haqqında doğru fikirlərdir müəyyən elə. A variantında deyir ki, dünyəvi şeirlərinə daxildir. Deməli, söz rədifli şeiri bunun deyir dünyəvi şeirlərinə daxildir, amma bu fikir səhvdir, çünki onun tərqət şeirlərinə daxildir. Yəni birinci olan şeyləri tərqət şeyləri olubdur, ona görə dünyəvi şeirləri daxil deyil. Dünyəvi şeirlərinə əsasən onu Neylərəmdir, Etməgilli, Yanaramdır və axırı Pərimi onun xarici gözəllərin təsvirinə, yəni təsvirinə həsr olunmuş şeirlərdir. Onlar dünyəvi şeirlərinə daxildir. Quranın Fatih surəsindəki ilahi sirlərdən də danışılır. Bu burada deyil, burada deyil, yəni o axırda Zahidin əfsanəsi var idi. Orada da deyildi ki, Quranın Fatihə surəsi, yəni onun anasıdır, yəni ən əsas yeri Fatihə surəsidir. Həmin əsərdə ilahi sirlərdən danışılır. Məhəbbət tərənnüm edən şeirlərinə daxildir deyir. Bu söz rədifli qəzəlinə aid deyir. Hürufilik görüşlərini təbliğ edir deyir. Burada hürufilik görüşləri düz deyir, təbliğ edir. Orada hamısı demək olar hürufi görüşlərini təbliğ edir və hürufi görüşləri sufi görüşlərinə nisbətən daha çoxdur. Sufi görüşləri əvvəl olub, sonradan hürufi görüşlərinə keçib. İctimai fəlsəfi məzmunlu şeirləri isə dünyəvi şeirlərinə aid olan fikirlərdəndir. Yəni bu da tərqət şeirlərinə aid olduğuna görə o fikirdə səhvdir. Orta dövr Azərbaycan ədəbiyyatına aid olan sənətkarlardan hansılar farsça yazmışdır? Bura deməli aid deyil, Zülfiqar Şirvanidir və Nizaminin ədəb məktəbinin davamçıları olanlardan Arif Ərdəbillidir. Bunlar aiddir. 1 və 4 variantları uyğun olacaq. Sonra Nəsiminin yaradıcılığı ilə bağlı uyğunluğu. Bu şeirdə insanın Allahla, eləcə də maddi və mənəvi aləmlə eyni olması fikri əsasdır. Bu sığmazama aid olan fikirdir. Ona görə bura C variantı yazacaq. Şeirdə dünyanın faniliyindən şikayət motivləri də vardır. Dünyanın faniliyindən şikayət motivləri yoxdur. Vəfası dünyanın. Bu şeir ona aiddir. Məhəbbəti tərənnüm edən ən qiymətli qəzəllərdən biri də Yanaramdır. Hansı ki, bu Yanaram, Neylərəm, Etməgil, Yanaram, bunun 3 dənə qəzəli var idi. Məhəbbəti tərənnüm edirdi onlar. 4-cü, burada da nə variant olacaq? 1C, 2A, 3B, A variant. Burada da deyir ki, Nizami Gəncəvi və Nəsiminin müqayisəsində hansı fikir fərqləndirilmiş yerə yazıla bilər? Gəncəvi birində verib, birində Nəsimi verib. Lirik növdə əsərlər yazıb, lirik növdə hər ikisi yazıb. Yəni bunu ortala verməlidir. Dünya ədəbiyyatında şairi məşhurlaşdıran poemalardır. Bu da Nizami Gəncəviyə aiddir. Qədim dövr Azərbaycan ədəbiyyatının sənətkarıdır. Bu da Nizami Gəncəviyə aiddir. Ana dilində əsərlər yazıb, ana dilində deməli əsərlər yazması Nizamiyə aid deyil. Bu Nəsimiyə aid olan fikirdir. Ona görə D-ni elə Nəsimiyə yazılır. Cavabımız D variantı olacaq. Bir müddət saraylarda yaşayıb bu fikirdə heç birinə aid eləməyəcək. Bu Nizaminin burada qədim dövr Azərbaycan ədəbiyyatı sənətkarıdır. Bunu Nizamiyə də aid etməliyik yəqin ki. Çünki intibah dövrü olacaq. Yəni burada əgər yeni qaydadan götürsək, bu intibah dövrünə aid olacaq. Amma yenə də cavabımız D variantı olacaq. Uyğunluğu müəyyən et. Ana dilində yazıb yaradıb, dövrümüzdə divan gəlib çatıb, dünyanın poeziyanın örnəyi sayılır və ortada Qazi Bürhanəddin yazıb. O fikirlər düz olduğuna görə bizə düz fikir seçməliyik. Epik əsərləri ilə məşhurdur, yox, lirik əsərləri ilə məşhurdur. Xalq şeiri janrlarında əsərlər yazıb, yəni qoşma janrı falan demək istəyir. Bu fikir də səhv olacaq. Ana dilində ilk şeir nümunələrinin yaradıcısı da ki, İzzəddin Həsənoğludur. Hecə vəznində şeirləri türk dünyasında şöhrət qazanıb deyir. Hecə vəznində yox, əruz vəznində yazdıqlarına şöhrət qazanıb. Yaradıcılığını, qəhrəmanlığı əks etdirən duyğular mühüm yer tutur. Bu fikir də düz fikirdir. Verilmiş şeyləri birləşdirən cəhət hansı bənddə verilmişdir? Deməli, burada axırlarına baxsaq elə buradan yadınızı saxlaya bilərsiniz. Xəyalına Pərimi 2 dənə burada əsəri var idi. Hansı ki, bu əsərlər zahiri gözəlliyin təsvirinə olurdu. Deməli, baxaq A variantına tərqət mövzusunda yox, dünyavi mövzuda yazılmışdır. Dünyanın dərk edilməsinə bağlı düşüncələr öz əksini tapıb. Bu ictimai fəlsəfi olan şeirlərindədir, yəni bunlara aid deyil. Məşuqun zahiri gözəlliyinə təsvirinə cavabımız budur. Bu şeirlərdə yar dilbəri ilahi gözəlliyinə
bağlıdır. Bu aid deyil, ilahi gözəlliklə yox, real gözəlliyin tərənnümlə bağlı onlardan, yəni D variantı səhvdir. Sufizm görüşlərinin geniş yer aldığı əsərlər burada hurufilik görüşləri idi. Ona görə də bu fikir də səhvdir. Sufizm görüşləri yoxdur. Sufizm olmaq üçün o ilahi məhəbbətlə falan bağlı olsa elə götürə bilərik. İzzəddin Həsənoğlunun Apardı könlümü qəzəli haqqında yanlış fikir müəyyən elə. Deməli, Apardı könlümü qəzəlinə bağlı yanlış fikirlər. Ana dilində yazılmış qəzəllərindən deyir. Bu düz fikirdir. İzzəddin Həsənoğlu Apardı könlümü ana dilində yazılıb. Qəzəldə şair insanları iki qrupa bölür və iki qrup nədir? Sadiq olanlar və sadiq olmayanlar. Bu da düzdür. İkiyüzlülük tənqid edilir, saf nəcib olmağı səslənir. Bu da düz fikirdir. Şeirdə rəngarəng təsvir və ifadə vasitələrindən istifadə olunur. Bu da düz fikirdir. Şairin ictimai siyasi mövzuda yazdığı qəzəllərindəndir. Yox, bu ictimai siyasi mövzuda yazmıyor. Burada həmin fikir yoxdur. Ona görə də cavabımız elə İ variantı olacaq. İctimai siyasi mövzu burada deyil. Nizami Gəncəvinin Leyli və Məcnun əsərinin yazılması ilə Füzulinin Leyli Məcnun poemasının yazıldığı il arasında hadisələrə aid deyil. Nizami Gəncəvin Leyli Məcnunu 1188-ci ildə yazılıb. Leyli Məcnunu isə Füzulinin olan 1500 hardasa 36-37-ci illərə təsadüf edir. Və bunların arasındakı hadisələr deyir aid deyil. Ana dilində ilk poemanın yaranması bu Dəstan Əhməd Haramidir və 13-cü əsrdə bunların arasında düşür. Ona görə A səhvdir. Quram motivləri əsasında əsərlərin yazılması. Quram motivləri əsasında Dəstan Əhməd ilə Harami idi. Qissə Yusifdir. Bunlar Quram motivləri var. B variantı da deməli səhv fikir olacaq. Yəni aid bu düz fikirdir. Yəni aid deyil istəyir. Hürufilik ideyaların ədəbi əsərlərdə özünü göstərməsi. Hürufi ideyaları ilə Nəsimdə idi. Bu da bu dövrə düşür. İki hissəli poemanın yazılması. Elə bu da həmin dövrə düşür. İlk süjet xəttinə malik olan poemanın yazılması. Bu Xosrov Fəkirinə aid olan fikirdir. O da 1181-ci ildə düşür deyə cavabımız Y variantı olacaq. Yəni Leyli Məcnuna 7 il qabaq olduğuna görə bunların arasına daxil olmayacaq. Deməli, rəmz anlayan, söz düşünən, dərd bilən. Burada demədim deyəsən, buradakı iki hissəli poemanın yazılması İskəndərnamə ilə bağlıdır. 9-da rəmz anlayan, söz düşünən, dərd bilən aləmlərdə şöhrətlənir, bəllənir. Misalların müəllifi olan variantı müəyyən edir deyir. Burada kimlə bağlıdır? Qurbani ilə bağlıdır. Bu, yəni onun misralarıdır. Yəni, burada o qədər izaha ehtiyac yoxdur. Orta dövr Azərbaycan ədəbiyyatına aid xüsusiyyətlərdən hansı səhvdir? Ana dilində ilk divan qələmə alınıb. Ana dilində ilk divan kimdədir? Şeyx Səfi Ərdəbillə. Bu düz fikirdir. Quram motivləri əsasında yazılıb əsərlər var. Bu da düz fikirdir. Şairlər yalnız qədim dövrə aid janrlarda yazıb yaradıblar. Niyə ki? Yəni, bu qədim dövrə aid janrlarda yazıb yaradıb fikri səhv olacaq. Divan ədəbiyyatının heca vəzinə yazılmış şeirlər daxil olub. Divan ədəbiyyatında heca vəzinə yazılmış şeirlər daxil olub. Bu düz fikirdir. Şeirlərin əksəriyyətdə sufi, mistik, irfani, fəlsəfi düşüncələr öz əksini tapıb da bu da düz fikirdir. C variantının isə səhv fikirdir. Yəni deyir ki, yalnız qədim dövrə aid janrlarda yazıb yaradıb. Bu səhv fikirdir axı. Deməli, Dastan Əhməd Harami poemasına bağlı yanlış fikri müəyyən elə. Əruz vəzninin Həzəc bəhrində deməli yazılıb. Bu düz fikirdir. Dastan Əhməd Harami Həzəc bəhrində həm də Əruz vəznində yazılıb. Əsərdə rəzillik, zalımlıq, kin, küdurət insana yaraşmayan mənfi sifətlər kimi tənqid olunur. Bu da düz fikirdir. Ədəbiyyatımızda ilk mənfi qəhrəmanın adı ilə adlandırılmış poema ilə Əhməd Harami mənfi qəhrəman idi. Ona görə də onun adı ilə adlandırılıb deyə iş budur. Yəni ona görə C də səhv, düzdür. Əsərdə xalq şeiri dilinə xas olan ifadələr, bədii təsir və ifadə vasitələri klassik poeziya ənənələrinə uyğunlaşdırılıb. Bu da düz fikirdir. Əsərə heca vəznində bir şeir də daxil edilmişdir. Heca vəznində bir şeir də daxil edilmişdir. Bu fikir səhv olacaq. Heca vəznində şeir daxil olunmayıb onun içərisinə. Ona görə bu fikri səhv olaraq götürəcəyik. Yəni bu əruz vəznindədirsə onun içinə deyir heca vəznində olan şeirlər daxil olub. Bunun səhv fikir olacaq. Amma belə Dastan Əhməd Haraminin içərisinə var. Yəni orada
Məsnəvi içərisində lirik şeir örnəklərindən istifadə olunub, amma ki bu heca vəznində olan deyildi. 12. İzzətin Həsənalovun yaradıcılığı ilə bağlı düz fikirləri müəyyən edin. Ana dildə deyir, ilk şeirin müəllifidir. Bu düz fikir olaraq götürüləcək. Ona görə 12-yə birincini götürürük. Deməli, bizə gəlib çatan bədii irsilərin 3 ana dilində bir farsça yazılmış qəzəlidir. Farsça yazılmış qəzəlidir. Bu qəzəl fikri yəqin ki düz olacaq, amma belə fikirləşəndə divanından bəhs olunurdu orada. Deyirdi ki, divanından ona gəlib çatan 3 dənəsi ana dilindədir. Biri fars dilində, amma onun qəzəl də demək olar. Divandan olan qəzəllərdən bəhs olunduğuna görə elə onu da götürmək olar yəqin ki. Yaradıcılığın əsasını ilahi məhəbbətin tərənnümü təşkil edir. Bu fikir də düzdür. Həm heca, həm də əruz vəznində şeirlər yazıb. Bu fikir səhv fikirdir. İlk ana dildə epik şeir örnəyi deməli. İlk ana dildə epik şeir örnəyi şairin adı ilə bağlıdır. Epik şeir örnəyi Dastan Əhməd Həramidir. Bu fikirdə səhv fikir olacaq. İzzət Həsənov da əruz vəznində deməli yazıb da, heca vəznində yazmayıb. İzzətin Həsənoğlu Zülfüqar Şirvani və Şeyx Səfər Ərdəbillinə aid olan fikirləri seçməlidir. İlk ana dilli divanın burada müəllifidir, irfani fəlsəfi düşüncənin tərənnümüdür. Bu deməli düşəcək Şeyx Səfər Ərdəbilliyə. Dərin ictimai fikir, sufi mistik ideya və obrazların təsvirə düşəcək Zülfüqar Şirvaniyə. Dünyəvi məhəbbətin real gözəlliyin tərənnümü də ki, İzzətin Həsənoğluya. 1C, 2B, 3A. B variantı. Nəsiminin dünyəvi şeirləri sırasına aiddir. Demək, dünyəvi şeirlərində hansılardır? Nə edərəm idi? Etməgil, yanaram. Bunlar varmı? Bunlardan yanaram və etməgil var və ayrıca da xəyalına var. Düşdü yenə dəli könül gözlərinin xəyalına. Bu da zahiri gözəlliyinin təsvirinə aid olan şeylər. Bu da dünyəvi şeirlərə aiddir. Digərlər tərqət şeirlərdir. Ondan sonra klasteri tamamlayın deyir. B 15-16-cı əsrlərdə yazıb yaradı. Bu fikir düzdür. Deməli, düz fikirləri götürəcək. Şair insana zidd olan hər şeyi rədd edir. Bu fikir düzdür. Füzulinin bir şeirinə təxmiz yazıb. Bu fikir səhvdir. Çünki Füzulinin şeirinə bu təxmiz yazmıyor. Füzuli bunun şeirinə təxmiz yazıb. Ona görə 2 səhvdir. Qəzəl qəsdim müsəddəs janrında müxtəlif mövzularda əsərlər yazıb. Bu fikir düzdür. Lirik şeirində aşığın qəlbinin hərarətini, deməli, səmimiliyini, gözəlliyi, pərəstişini böyük sənətkarlıqla ifadə edib. Bunun şeylərində deməli məhəbbət tərənnümü var idi. Yəni ümumi bu fikir qəlbinin hərarətini, səmimiliyi, gözəlliyi, pərəstişini böyük sənətkarlıqla ifadə edib fikri həbbi olan fikirlərdən götürmək olar. Ona görə bu fikri götürəcəyik. 4-ə götürəcəyik. Heca vəznində yazdığı şeirlərdə insanın mənəvi azadlığı, təbiətin gözəlliyi, ərvan poetik vasitələrlə əks etdirmişdir. Amma bu fikir səhv olacaq. Bu fikir ona aid deyil. Bu fikir səhvdir. Ona görə onu götürməyəcəyik. Eylerven diaqramına əsasən yanlış fikirləri müəyyən edilir. Bənövşə bir də apardı könlümü qəzəlinin burada müqayisəsi götürülüb. Bəndlər şəklində deyir. Bəndlər şəklində yazılıb, heca vəznində yazılıb. Bu fikir düz fikirdir. Yəni bu ancaq Bənövşəyə aiddir. Çünki apardı könlümü qəzəl olduğuna görə heca vəznində olmayacaq və o beytlər şəklində olacaq. Amma Bənövşə qoşma olduğuna görə bu fikir düzdür. Amma yanlışın altına yazıb deyə bu fikir səhvdir. Gəraylı janrındadır. Gəraylı deyil, qoşmadır. Ona görə bu fikir səhvdir. Orta dövr Azərbaycan ədəbiyyatının deyir məhsuludur. İkisi də aiddir. Ona görə səhv. Düzdür ki, bu misradaxili bölgüsü bütöv söz prinsipinə əsaslanır. Fikirləşsək ki, apardı könlümü əruz vəznindədir. Bunda bütöv söz prinsipi yoxdur. Onun olmaq üçün heca vəznində olmalıdır. Ona görə bu fikirdə səhv fikirdir. A, B, B, C, C şəklində qafiyələnir. Qəzəldə isə elə deyildi. Sadəcə ilk beyt A şəklində qafiyələnirdi. Ona görə bu da səhv fikir olacaq. O Məsdəfin qafiyə şəklində qafiyəsidir. 2, 4, 5 cavabımız B variantı olacaq. Deməli, ondan sonra keçdik 17-yə.
Nəsrinin həyat və yaradıcılığı ilə bağlı yanlış fikirləri göstərin. Şairin həyatı ilə bağlı gerçəklikdən daha çox rəvayət və əfsanələr mövzusudur. Bu həyatında var ki, biz onun əsasən rəvayətlər və əfsanələr haqqında belə bilərik. Yəni ümumi gerçək olan fikirlər yoxdur. Ona görə bu fikir düzdür. İctimai fəlsəfi lirikanın yaradıcısı İştəfə ilə Nəsimi olub. Bu da düz fikirdir. Şairin sufi ideyalarının təbliğinə həsr olunmuş əsərləri kəmiyyətcə hürufi şeirlərindən çoxdur deyir. Sufilər yox, hürufilər çox olduğuna görə sufilər az olmalıdır. Ona görə bu fikir səhvdir. Yəni cavabımız bu olacaq. Bədii əsər irsində qəzəl, qəsidə, tuyğ, rübai və sair yer olmuşdu deyir. Bu fikir düzdür. Şairin təriqət şeirlərində insan həm ilahi, həm də bəşəri keyfiyyətlərə malikdir. Bu fikir də düzdür. Baxaq 19-cu sualı. Orta dövr Azərbaycan ədəbiyyatında nizami mövzularında yazan epik şeir örnəklərini müəyyən edin. Bu da hansı ki onun deməli davamçıları olan adamlar olub və baxaq görək hansılara aiddir. Camicəm Maraqlı Əhvədi, bu fikir düzdür. Fərhadnamə Arif Ərdəbili, bu da düzdür. Mehir və Müştəri Əsrar Təbrizi, bu da düzdür. Qissə Yusif Qul Əli, bu Qul Əlinin Qissə Yusif onun yəni Qul Əli onun damcısı deyil. Ona görə bu fikir səhvdir. Yusif və Züleyxa da yox, aid deyil. Sonra baxaq 19-cu suala. Aşağıdakı nümunələrlə bağlı yanlış fikir. Çün bizə məlum olubdur mənni ümmül kitab, Arifəm Səmmə Sığmaz Zahidin əfsanəsi. Deməli bu bayaq da deyim kimi Mərhaba İnsan Kamil canımın cəmanəsi burada C variantında canımın cəmanəsi olmalı. Cananəsi ya cəmanəsi elə bir axırı qurtarmalıdır və bu əfsanəsi sözündən də qafiyələnir. Elə buradan yadınızda saxlaya bilərsiniz. Yanlış fikir istəyir. C variantında deyir qəzəlin beytlərindən biridir. Bu düz fikirdir. Qəzəlin orta beytlərində düzdür. Beytdəki ümmül kitab Quranın Fatihə surəsi anlamındadır. Bu da düz fikirdir. Şeirdə uca məqama yüksələn hürufilər üçün Zahidin dedikləri mənası sözlərdən ibarətdir. Bu da düz fikirdir. Şairin istibai fəlsəfi məzmunlu şeirlərindən ibarətdir. O dünyavi şeirlərinə aiddir. Bu təriqət şeirlərdir. Bunu səhv götürəcəyik. Hansı ədib haqqında məlumat verilməyib? Siyasi, fəlsəfi şeirin ilk böyük nümayəndəsidir. Bu Nəsimiyə aiddir. Türk ədəbiyyatının dünyavi poeziyanın ilk örnəyi sayılan da Qazi Bürhanəddindir. Nizami ədəbi məktəbinin davamçısı Arif Ərdəbillidir. Füzuli bu sənətkarın yaradıcılığını yüksək dəyərləndirib. Bu da Həbbiyə aiddir. Deməli, İzzət Həsənoğlu ilə bağlı heç bir fikir yoxdur. Dastan Əhməd Arami və Fərhadnamə əsərləri ilə bağlı ortaq götürülə bilər. Deməli, bu 13-dür. Fərhadnamə 14 olmalıdır. Janr, dil, ədəbi növ, ədəbi dövr, əsr və müəllif. Deməli, Dastan Əhməd Araminin heç müəllifi yoxdur. Bunu ortaq götürənməliyik. Əsri 13-14-də 1-13, 1-14 olduğuna görə götürmürük. Ədəbi dövr orta dövrdür. Bunu götürəcəyik. Dil olaraq Dastan Əhməd Arami ana dilində, Fərhadnamə fars dilində. Ona görə bunu da götürmürük. Janr da ikisi də poema janrındadır. 1-3-ü doğru fikir olaraq götürəcəyik. Dastan Əhməd Arami ilə bağlı yanlış fikir seçin. Əsər Xeyr ilə şəhərin mübarizəsində Xeyrin təntənəli qələbəsi ilə bitir. Bu düz fikirdir. Əsərin müəllifi məlum deyil. Düzdür, atlı məclisdən ibarət olan əsərdə oğurluqla at çıxartmış Əhməd Arami şəhəri pisliyi təmsil edir. Bu da düz fikirdir. Bağdad Sultanının qızı olan Güləndam əsərin sonunda Əhməd Aramini öldürür və deyir ki, bu xalq tərəfindən yaxşı qarşılanır. Səbəbi də ki, Əhməd Araminin pis insan olmasıdır. Bu da düz fikirdir. 14-cü əsrin epik nümunəsi olan əsərdə İslam dininin yüksək humanist dəyərləri öz əksini tapıb. Deməli, bura kimi, yəni bu sertifiyə aldığım hissə düzdür. Amma ki 14-cü əsr yox, bu 13-cü əsr olduğuna görə cavabımız elə Y variantı olacaq. Deməli, 13-16-cı əsrlər Azərbaycan ədəbiyyatı ilə bağlı fikirlərdən səhv olan seçin. Ana dildə bədii nəsr nümunələri meydana gəlir. Bu elə məhz şikayətnamə ilə, yəni Məhəmməd Füzuli ilə bağlıdır bu. Bu da düz fikirdir, deməli səhv deyil. Dastan yaradıcılığı geniş vüsət alır. Bu düşür yeni dövr birinci mərhələyə aiddir. Bu da 13-16-cı əsrlərə düşmür. Ona görə 1-2-dir. Hecə vəznində yazı ədəbiyyatda gəlir. Bu da Şah İsmayıl Xətai ilə bağlıdır. Bu da orta dövrdür. Vahid süjet xəttinə malik poema yazılır. Bu da Xusuf və Şirinə aiddir. O da qədim dövrdə düşdüyünə görə 2 və 4 olaraq cavabımızı götürəcəyik. Deməli, sonra orta dövr Azərbaycan ədəbiyyatında əsərlərin məzmunu və yazıldığı dillə bağlı hansı bənddə uyğunsuzluq var? Apardı könlümü
İlahi eşqin tərənnümü türkcə. Bu fikir düzdür. Dastan Əhmədhərami kin-kudurətin və bədxahlığın tənqidi həm də türkcədir. Bu da düz fikirdir. Bənövşə təbiətin gözəlliyin tərənnümüdür, türkcədir. Düzdür. Sığmazam insanın ucalığı və yüksəkliyi türkcədir həm də deyir. Ucalığı, yüksəkliyi həm də türkcədir. Bu da düz fikirdir. Fərhadnamə xeyrin, ədalətin, insan haqqının müdafiəsi türkcə. Bu türkcə deyil də fars dilindədir. Ona görə cavabımız Y variantı olacaq. Orta dövrə Azərbaycan ədəbiyyatına aid deyil. Deməli, 15-16-cı əsrlərdə ana dilində yaranan ədəbiyyat əvvəlki dövrlərə nisbətən güclü mövqe tuturdu. Bu, deməli, düz fikirdir. Ədəbiyyatımızda yeni janrdan istifadə olunurdu. Deməli, burada bu da düz fikir olacaq. Yeni janrdan istifadə olunurdu. Qara qoyunlu, ağ qoyunlu Səfəvi dövlətlərinin hakimiyyəti illərində türk dilində şeirə hakim dairələrin marağı olmamışdı. Yox, marağı olmamışdı, fikri səhvdir. Ona görə cavabımız elə C variantı olacaq. Epik əsərlərdə ilk dəfə Məsnavi arasına lirik şeirlər daxil edildi. Bu da deyir ki, Dastan Əhmədhərami ilə bağlı olandı. Deməli, burada hansıdır? Əhməd Hərami. Dastan Əhmədhərami ilə bağlı, ona görə bu fikirlə düzdür. Ana dilində divan ilk dəfə bu dövrdə yaranıb. O da Şeyx Səfər Ərdəbilliyə aiddir. Deməli, cavabımız C variantıdır. Qazi Bürhanəddin yaradıcılığı ilə aid yanlış fikri. Ana dilində yazılmış divanın müəllifidir. Bu düz fikirdir. Dünya poeziyanın örnəyi kimi dəyərləndirilir. Düzdür. Türk şeir janrının ədəbiyyatımıza gətirib. Düzdür. 15-ci əsrdə yazıb yaradıb. 15-ci əsrdə yox, 14-cü əsrə aiddir. Ona görə cavabımız D variantı. Əsərlərini yazıb klassik şeir üslubunda yazıb. Bu da düz fikirdir. Janr baxımından məntiqi ardıcılığı tamamlaya bilməz. Janr baxımından deyir. Deməli, baxırıq. Dəhnamə və Qıssə Yusuf. Bunlar nədir? Poema. Deməli, biz nə etməliyik? Poema olanları baxırıq və ola bilməz dediyinə görə poema olmayan seçməliyik. Fərhadnamə poemadır, bu getdi. Nə elərəm? Poema deyil. Nəsiminin məhəbbət mövzusuna həsr etdiyi qəzəllərindəndir. Deməli, bu da dünyəvi qəzəllərindən, dünyəvi şeirlərinə aiddir. Deməli, bu da B-dir. Dastan Əhmədhərami də poemadır. Mehr və Müştəri poemadır. Yusif və Züleyxa poemadır. Deməli, poemalardan hansı ana dilində yazılmayıb? Deməli, burada fikir versə Şah İsmayıl Xətainin dəhnaməsini deyir. Ona görə bu ana dilində yazılıb. Bu fikir səhvdir. Yəni, ana dilində yazılıb deyə bu fikir səhvdir. Yusif və Züleyxa Suli Fəqih. Deməli, bu da ana dilində yazılıb. Ona görə bu fikir də səhvdir. Qıssə Yusif, Quləlinin Qıssə Yusifi, bu da C variantı səhvdir. Çünki o da ana dilində yazılıb. Dastan Əhmədhərami də ana dilində yazılıb. Mehr və Müştəri fars dilində yazılıb. Ona görə cavabımız Y variantıdır. Fikirləşsək, indi məntiq cəhətdən fikirləşsə belə, bunun dilini bilməsək belə, bilsək ki, Əsrar Təbrizi Nizami Gəncəvinin davamçısı olaraq, biri olaraq meydana çıxıb, onda biz görərik ki, bu deməli, fars dilində yazılıb. Ona görə biz burada cavabımız Y variantıdır. 29-da deyir ki, ədəbiyyatımızda ilk poemanın yazılması ilə ana dildə ilk divanın yazılması arasındakı hadisələrə aid deyil. Deməli, fikirləşsək ki, ana dilində ilk poemanın, ədəbiyyatımızda ilk poemanın yazılması Tövfət-ü Düraqə ilə olub, ana dilində ilk divanın yaranması da Şeyx Səfi Ərdəbilli ilə aid olub və bu hadisələrə aid olmayandır. Azərbaycan ədəbiyyatında ilk divanın deməli, yaranması o lap qədim dövrə gedib çıxır, amma intibah dövründədir ilk divanın yaranması Tövfət-ü Düraqə ilə. Ona görə biri götürəcəyik. 2 hissəlik poemanın yazılması bu İskəndərnamədir. Bunu götürməyəcəyik. Ondan sonra heca vəzninin yazılı ədəbiyyata gətirilməsi bu Şah İsmayıl Xətaidir. Bu da sonrakı dövrlərə düşür. İdeal qadın obrazının yaranması Xocur və Şirinin intibah dövrü, Nizami ədəbi məktəbinin yaranması da ki, orta dövrə deməli aiddir. Amma ilk poemanın yazmasının, ilk ana dilli divanın yazılmasının arasına düşmür. O sonraya aid olan hissələrdən deyə bu fikirdə səhv fikir olaraq götürüləcək. Yəni, onların arasına düşməyəcək. Sonra 30-a baxaq.
Tərqət şeirləri və dünyəvi şeirlər. Tərqət şeirləri deməli nə dedik? Dedik mənəm mən və söz. Dünyəvi şeirlərində neylərəm, etməgil və yanaram aiddir. 31-də deyir, elə Venn diaqramına əsasən fərqləndirilmiş hissəyə yazıla bilər. Qurbani və Nəsimi təbiətə həsr olunmuş əsərləri var. Bu hər ikisi üçün düz fikirdir. Ona görə də mən biri götürəcək. Həm heca, həm də əruz vəznində əsərləri var. Fikirləşsək ki, Nəsimi heca vəznində yazmayıb. Bu fikir səhvdir. İctimai məzmunlu əsərləri ilə də tanınır. Bu ikisinə də aid xüsusiyyətdir. İlahi eşqin tərənnümünə həsr olunmuş əsərləri var. İlahi eşqin tərənnümünə həsr olunmuş şeirləri Qurbaninin, Nəsiminin var, amma Qurbaninin yoxdur. Ona görə bunu götürməyəcək. Qoşma və gəraylı janrında müxtəlif mövzuda yazılmış lirik şeirlər də Qurbaniyə aiddir. Götürməyəcək. Aşağıdakılardan hansı İmadəddin Nəsiminin ictimai fəlsəfi şeirlərinin mövzusu deyil? Deməli, dünyanın dərk edilməsi var. Dünyanın faniliyindən şikayət var. Rəzilliyi özünə peş edənlərdən narazılıq var. Dünyanın vəfasızlığından narazılıq var. Amma ictimai quruluşda baş verən nöqsanlara etiraz burada yoxdur. Sadəcə əzbər bilməsi, çünki 4-cü kitabda əzbər olaraq verir ki, dünyanın dərk edilməsi, dünyanın faniliyindən şikayət, rəzilliyi özünə peş edənlərdən narazılıq və dünyanın vəfasızlığından narazılıq. Yəni bu 4-ü mütləq olaraq var, amma D variantı yoxdur. Nəsimi din xəqani kimi nöqtələrdən yerinə yazıla bilər. Fars dilində yazıb yaradıb. Bu ortaq fikirdir. Böyük həcmli epik poeziya nümunəsi yaradıb. Poema demək istəyir. Deməli, bu isə xəqaniyə aiddir. Ona görə Nəsimiyə aiddir. Bunu götürməyəcək. Qəsidə yanında əsər yazıb. Bu ortaq fikir. Tərqət dünyəvi şeirlərlə yanaşı dini mövzuda. Bu Nəsimiyə aiddir. Bir müddət saraylarda yaşasa, sonradan üz döndərib. Amma Nəsimi sarayda yaşamayıb. Ona görə deməli cavabımız 1-3 olacaq. Nemətullah Kişvəri, Qazi Bürhanəddin və Arif Ərdəbiliyə aid düzgün fikirlər. İlk dəfə divan ədəbiyyatına sırf türk şeiri janrını gətirib. Bu Qazi Bürhanəddinə aiddir. 15-16-cı əsrdə ana dilli ədəbiyyatın güclü mövqe tutmasında böyük rolu var. Deyir, bu Nemətullah Kişvəriyə aiddir. Fərhadnamə poeması müəllifi Arif Ərdəbilidir. Türk ədəbiyyatında dünya poeziyanın ilk örnəyi sayılan Qazi Bürhanəddindir. Nizami ədəbi məktəbinin damcısı olan da Arif Ərdəbilidir. Bu poemalardan hansı ana dilində yazılmayıb? Dəhnamə Şah İsmayıl Xətainin olan ana dilində yazılıb. Yusif Fəzuli Xəsuli Fəqihin yazılıb. Qissə Yusif ana dilindədir. Dastan Əhməd Həramidə. Amma Mehr və Müştəri ana dilində deyil. Fars dilindədir. Deməli, baxaq. Dastan Əhməd Hərami və Qissə Yusif. Uyğunluğu dil müəyyəndir. İslam dininin yüksək humanist dəyərləri təbliğ edilir. Bu ikisinə aid olan xüsusiyyətdir. Müəllifi məlum deyil. Dastan Əhməd Hərami epik növdə poema janrındadır. İkisi də bu C variantı yazacağıq. Bir dəqiqə. C olacaq. Ədəbiyyatımızda müəllif olan ilk ana dilli deməli poema deyir. Bunu isə biz yazacağıq bunun adı nədir? Qissə Yusifə. Amma müəllifi olan dediyinə görə, amma müəllifi olmayan desə, Dastan Əhməd Hərami yazarıq. Məsələvi içərisində ilk dəfə qəzəldən istifadə olunub. Bu da Dastan Əhməd Həramiyə aiddir. Elerven diaqram başqa 37 qaldı sonra. Elerven diaqramına əsasən doğru uyğunluğun Məsəd Gəncəvinin ən çox müraciət etdiyi janr rübaidir. Deməli, bura rübai olacaq. Qazi Bürhanəddin Azərbaycan ədəbiyyatı gətirdiyi janr da tuyuqdur. Deməli, burada tuyuq götürəcək. Əsasən qəhrəmanlıq mərdlik mövzusunda olur. Bu tuyuğa aiddir. Deməli, biri bura qoyacaq. A, B şəklində qafiyələr bu ikisinə aiddir. Qədim dövr Azərbaycan ədəbiyyatında istifadə edilib, bu rübaidir. Təkməntli şeir nümunəsidir. Bu ikisinə aiddir. Əruz vəzni Rəməl bəhrində olandakı tuyuq. Deməli, cavabımız 1-ə 3 olacaq, 2-ə 2, 3-ə 2, 4, 2-ə də 1, 5. Qazi Bürhanəddin, Şah İsmayıl Xətai Nəsimini birləşdirən cəhdlər sırasında verilə bilər. Həm epik, həm də lirik növdə əsərlər yazıblar. Yox, bu fikir səhvdir.
Şah İsmayıl Xətai həm epik, həm də lirik növdə yazıb. Nəsimi məsələn ancaq lirik növdə yazıb. Qazi Bürhanəddin də lirik növdə yazıb, həm də epik növdə yazıb. Amma Nəsimi sadəcə lirik növdə yazıb deyə bu fikir səhv olacaq. Şeirlərində sufi eləcə də hürufi görüşləri əks olunub. Bu Qazi Bürhanəddinə aid deyil, Nəsimiyə aid götürə bilərik. B variantı deyil. Azərbaycan və fars dilində, ərəb dilində əsərlər yazıblar. Bu fikir səhvdir. Əsərlərində rəmzi obrazlardan istifadə edilər. Bunu Şah İsmayıl Xətaiyə götürə bilərik. Ancaq nəzmdə yazıblar, beyt şəklində olan əsərlər də vardır. Qazi Bürhanəddin həm Şah İsmayıl Xətai, həm də Nəsimi ancaq nəzmdə yazıblar. Həm də beyt şəklində olan əsərlər də var. Bu fikir düzdür. Dastan Əhməd Hərami əsərlə bağlı yanlış cavab. Oğurluq, qulluqda at çıxarmış Əhməd şəri pisliyi təmsil edir. Bu düzdür. 6 məziddən ibarətdir. Xeyrin şər üzrə qələbəsini eməkdir. Bu da düzdür. Əsərdə İslam dininin yüksək humanist dəyərləri, insaf və etiqada dəvət dəyərləri mühüm yer tutur. Bu da düz fikirdir. Azərbaycan ədəbiyyatında Məhəmməd Qəhrəmanın adı ilə adlandırılmış ilk poema düzdür. Ana dilində yazılmış ilk nəzm əsəri olan poema Məsnəvi formasına yazılıb. Deməli, deyir ki, ana dilində yazılmış ilk nəzm əsəri. Və dedik ki, biz ana dilində yazılmış ilk nəzm əsəri İzzəddin Həsənoğlunun şeirləridir. Ona görə biz bu fikri səhv olacaq. Ana dilində yazılmış ilk poema məsələm desə ki, belə fikir düz olacaq. Amma nəzm əsəri olan deyir poema, bu fikir səhv fikir olacaq. Ona görə cavabımız elə Y variantıdır. 40. Nəsiminin Sığmazam rədifli şeirində gerçəkliyə qovuşmaq üçün deyir, maddi libası soyunmaq lazımdır. Fikri hansı misrasında deyir, öz əksini tapıb. Deməli, fikir bu Sığmazam qəzəlinin kitabda olan versiyasından kənara çıxıb, orada kitablarda və yaxud da başqa yerlərdə elə vermir. Yəni, orta məktəb dərsinə görə və yaxud da dimin testlərinə görə bu misra artıq yəni Sığmazam qəzəlinin içində yoxdur. Amma həmin o beytdə belə idi ki, həm sədəfəm, həm inciyəm, həkür sirat deməliəsinciyəm. Bunca qumaşı rəxt ilə mən bu dükanə sığmazam. Belə bir beyt idi və həmin misrada C variantında göstərilir ki, deyir, gerçəkliyə qovuşmaq üçün maddi libası soyunmaq lazımdır. Bu fikir C variantındadır. Amma yəni bu üstündə çox durmuram, çünki yəni bu artıq yoxdur. Orta məktəb dərsində falan. İmadəddin Nəsiminin Dir Sığmazam qəzəli ilə bağlı səhv fikri müəyyən elə. Əsər deyir, lirik qəhrəmanın monoloqu təsirini bağışlayır. Bu fikir düzdür. Təhlildə var. Lirik qəhrəmanın insanı şərh etməyə çağırır, şərh və bəyanın cismində cəm etdiyini bildirir. Burada fikir nə səhvdir? İnsanı şərh etməyə çağırır deyir. O insanı şərh etməyə çağırmır. O deyir ki, siz deyir lal olun deyir. Siz məni şərh edə bilməzsiniz deyir. Yəni insanı şərh etməyə çağırmır deyir. Siz deyir sakit durun, məni şərh eləməyin, çünki siz məni şərh edə bilməzsiniz. Ona görə cavabımız B variantı olacaq. Qəzəl Əruz vəzini Rəcəz bəhrindədir. Bu fikir düzdür. Əsərin qəhrəmanı mövqeyini çəkinmədən, qorxmadan müdafiə edir. Bu da düzdür. Şeirdə hürufinin əsas müddəalarından biri insanın Allaha, eləcə də maddi mənəvi aləmlə eyni olması fikri əksini tapıb. Bu fikir də düzdür. 42-də deyir, özünü əş-şeyx bilən sərdar olur, ənhələk dəvi qılan bərdar olur. Ər oldun həq yoluna boş oynaya, döşəkdə ölən yigit murdar olur. Deməli, bu nədir? Qazi Bürhanəddinin tuyuğundan. Əzim vətən yaxşı, geyməyə kətan yaxşı, gəzməyə qürbət ölkə, ölməyə vətən yaxşı. Bu da bayatıdır. Nə oldu bu? Bayatı. İndi bunların deyir şeyini verir. Venn diaqramında bunların müqayisəsini verib. Mərdlik mübarizəsi qəhrəman əsas səciyyəvi xüsusiyyətlərindəndir deyir. Və bunu tuyuğa aid olan xüsusiyyətlərdə yazıb. Deməli, biz burada bunu ona görə düz fikir götürməliyik. Əruz vəzini rəməl bəhrində də, tuyuq rəməl bəhrində, rübai həciz bəhrində olur. Ona görə bu fikir də düzdür. Təkbətlidir, lakonik təsir bağışlayır. Bu fikir də düzdür. A-B-A şəklində qafiyələnir. Bunların hər ikisinə aid olan fikir olduğuna görə bu fikir səhvdir. Misra daxili bölgü bütöv söz prinsipininə əsaslanmır. Amma hecə vəzində olduğuna görə bütöv söz prinsipininə əsaslanmalıdır. Ona görə bu da səhv fikirdir. Elə 1, 2, 3
düz olacaq. 45-də deyir Nəsimin sığmazam qəzəli haqqında yanlış fikir müəyyən elə. Şeirdə insanın Allahla eyni olması fikri öz əksini tapıb. Bu fikir düzdür. Qəzəlin aid olduğu bəhr zorba gəlmək mənasını verir. Əsasən müharibə meydanlarında oxunur. Bu fikir də düz fikirdir. Qəzəlin şəkli görünüşə görə müəllifini tapmaq olar deyir. Bu fikir də düz fikir olacaq. Yəni şəkli görünüş deyəndə bu yəqin ki, axırda adını çəkir axı qəzəldə. Yəni bu baxımdan şəkli görünüş deyir. Ona görə bu da düz fikirdir. Sığmazam sözünün rədif kimi işləndiyi qəzəldə sufizm meyilləri daha qabarıq şəkildə hiss olunur. Sufizm yox, hürufili görüşləri olacaq burada. Ona görə bu fikir səhv olacaq. D variantıdır. Qəzəldə lirik monoloq təsir bağışlayır. Bu da düz fikirdir. Burada sufizm meyilləri yox, hürufilik görüşləri yəqin ki deməli olacaq burada. Çünki yəni sığmazam sözü, yəni burada düz fikirlər də verir, səhv fikirlər də verir. Yəni sığmazam sözü desək ki, səhv fikirdir bu. Bu söz rədif kimi işlənir, amma sufizm deyil. Ona görə D variantıdır. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edir. Dastan Əhməd-Hərami və İskəndərnamə poeması. Dastan Əhməd-Hərami deyir, ana dilli epik poeziya. Bu deməli Dastan Əhməd-Həramiyə aiddir. Farsça yazılan İskəndərnamədir. 6 məclisdən ibarət olan Dastan Əhməd-Həramidir. Poemada məsələn formasında yazılan ikisi də ənənəvi girişlə başlayır, bu da ikisinə. Kimsə gümanı zənn ilə olmadı, həqqi ilə biliş. Həqqi bilən bilir ki, mən zənn gümanə sığmazam. Beyt haqqında yanlış fikirlərim. Rədifdən istifadə olunmuş beytin hər iki misrasında deməli inversiya rast gəlinir. Rədifdən istifadə olunub, bu olunub. Hansı yerdə sığmazam rədifdir. Hər iki misrasında inversiya rast gəlinir deyir. Bilən bilir ki, mən zənn gümanə, həqqi bilən bilir ki, mən zənn gümanə sığmazam. Yəni burada heç bir inversiya rast gəlinmir. Buna görə bir səhvdir. Beytdə heç kim güman ilə haqq bilib beytdə heç kimin güman ilə haqqı bilib tanımadığı ifadə olunub. Deməli bu fikirdə düz fikirdir. Yəni deyir ki, haqqı bilən bilir ki, mən zənn gümanə sığmazam. Başda kimsə güman zənn ilə olmadı, haqqı ilə bilir. Yəni deyir ki, heç kimin güman ilə haqqı bilib tanımadığı bu göstərilir. Bu düz fikirdir. Daxili qafiyədən istifadə olunub. Burada amma daxili qafiyə yoxdur. Baxın bir də. Burada deməli daxili qafiyə yoxdur. Ona görə bu fikir də səhvdir. Həqiqətə agah olanlar zənnə və gümanə sığmayacağı yaxşı bilir fikri açıqlanır. Bu fikir düzdür. Beytdə obrazlıq yaratmaq üçün bəd təzad və epitetdən istifadə olunub. Bunlar da düz fikirdir. Yox. Təzad var. Ola bilər. Təzad olar, epitetdən istifadə olunması səhv fikir. Təzada baxaq, kimsə güman zənn ilə olmadı, həqqi ilə biliş. Həqqi bilən bilir ki, mən zənn gümanə sığmazam. Təzad götürə bilərik, amma epitet fikri səhv olacaq. Ona görə cavabımız elə 5 variantı olacaq. 1, 3, 5. Epitet yoxdur burada. 46-ya baxaq, sığmazam şeirinin forma xüsusiyyətlərini. Deməli, burada forma xüsusiyyətləri nəzərə alsaq və burada əsərdə lirik qəhrəman söyləşilərini hökm keçinə dilə gətirir. Bu forma xüsusiyyətlərinə aid deyil. Və baxaq, 4 də forma xüsusiyyətinə aid deyil. Səslərin xüsusilə samitlərin təkrarı qəzəldə obrazlıq təmin edən vasitələr bu düzdür. Qəzəl ideyası ilə səsləşən təmtəraqlı ahəngi ilə rəcəz bəhrində bu da düz fikirdir. Şeirdə bədii ifadə vasitələrindən təşkil təzad, amma təşkil təzad və təşbeh epitetdir. Təşbeh epitet bədii ifadə vasitəsi olmadığına görə bu fikri götürməyəcəyik. Deməli cavabımız 2 və 3 olacaq. Verilən xüsusiyyətlərin yalnız birinin uyğun gəldiyi variant. Təmtəraqlı ahəngi ilə seçilən bəhrdə rəcəz bəhri. Rəcəz bəhri hardadır? Sığmazam qəzəmləri. Bu qədər asan idi. Əsərin qəhrəmanı cəsarətli iddiamçı kimi çıxış edir. Bu sığmazamdır. Nəzmlə yazılsa da epik səhnələrə də rast gəlinir. Deməli, bu da elə sığmazama aid olan fikirlərdəndir. Ona görə sığmazamdır.
Keçək 48-ə. Sığmazam qəzəlinə əsasən klaster tamamlaya bilən fikirlər. Sığmazam qəzəlində leş qəhrəman fikirlərin doğru olduğunu əminlik düz fikir deməli, bilməyən dediyinə görə səhv fikirlər seçməli. Bütün var olanlar onun əlamətidir və bu nişanla tanınır, lakin həmin nişana sığmır. Bu düz fikirdir, ona görə bunu götürün. Bu düz fikir, ona görə bunu götürün. Bəli, başlanğıcı varlığın sahibi onun zatla bağlıdır. Bu da düz fikirdir. Axıcı ruh bağışladığınlar üçün axıcı ruha kifayətləndiyini vurğulayır. Deyir ki, mən ruhi rəvan bağışlarım, amma deyir ruhi rəvana sığmazam. Yəni deyir axıcı ruha sığmaram. Burada isə deyir kifayətləndiyini. Bu fikir səhvdir, ona görə 3 götürürük. İnsanın uca varlığı hesab edilir. Ona görə də onu şərh etməyə tərəfdar. Deyir siz məni şərh edə bilməzsiniz deyir. Sakit durun, lal olun. Ona görə bu şərh etməyə tərəfdar deyil. Məkansız gövhər olduğu üçün varlığa və məkana sığmadığını deyir. Bu fikirdə var qəzənin içində, ona görə bunu götürməyəcəyik. Deməli cavab 3-4 olacaq. Verilən nümunə haqqında səhv fikri. Əşlə fərşi kafinin məndə bulunduğu cümlə üçün kəs sözünü və əpsəmə olur şərh bəyanə sığmazam. Lirik qəhrəman fikrinin doğru olduğuna əmindir. Bu fikir düzdür. İnsanı şərh etməyə çalışanlar lal olmaq barədə xəbərdarlıq olunur. Deyir ki, kəs sözünü və əpsəm ol. Deməli, şərh bəyanə sığmazam. Deməli, burada deyir ki, lal olun. Siz məni şərh edə bilməzsiniz. Şərh etməyə çalışanlar deyir, lal olmaq barədə xəbərdarlıq var. Bu fikir düzdür. Qəzəlin orta beytidir, daxili qafiyədən istifadə olunmayıb. Qəzəlin orta beytidir, bu düz fikir. Daxili qafiyədən istifadə olunmayıb. Desək ki, ərşlə fərş və fərşi kafinun bunlar deyil, desək daxili qafiyə yaradıb, fikir səhvdir. Çünki onlar daxili qafiyə yaratmaq üçün misranın ortasında olmalı idi. Amma ona görə ki, bunlara əvvəldə gəlib, deməli daxili qafiyədən istifadə olunmayıb. Deməli C səhvdir. Yəni C düzdür, amma bizim variantlarımıza görə səhvdir. Çünki bizdən səhv istəyir. Leş qəhrəman göyün yerin kaf və nunun onda tamamlandığını ifadə edir. Bu da düz fikirdir. Çünki deyir ki, ərşlə fərş kafinin məndə bulundu. Məndə bulunursa, deməli bunda bulunmağı tamamlandığı görsənib. Rədif işlənmiş misalda bəli təzaddan istifadə olunub. Rədif hardadır? Sığmazam. Sizi çaşdıra bilər. Burada misra deyir. Siz götürüb beyti götürsəz, ola bilər təzaddan istifadə olunur. Çünki ərşlə fərş göy və yer mənasında olduğuna görə təzad olacaq. Amma rədif işlənmiş misra dediyinə görə burada kəs sözünü və əpsəm ol şərh bəyana sığmazam. Yerində heç bir bəli təzad yoxdur. Ona görə deməli cavabımız Y variantıdır. Sonra keçirik, deməli burada nə deyir? Ağrımaz qəzəli ilə bağlı fikri tamamlayan beyti. Ey Allah, sevgimdəndirmi, ya sənə yaxınlığımdandırmı, bədənimi başdan ayağı soysalar da ağrımaz. Belə bunu görən kimi ağla nə gəlir? Deməli, bura C variantı gəlir. Şahə mehrindəndir, yəni sevgimdəndir. Ya sənə yaxınlığımdandır, yəni aşinalıqdanmıdır deyir. Bədənimi başdan ayağa soysalar, yəni cismimi sər taqədən min gəz yararlar deyir. Yəni soysalar ağrımaz. Yəni cavabımız C variantıdır. Bunun tərcüməsi olaraq götürülür. Nəsimdən ağrımaz şeylə bağlı yanlış fikir. Şeir ilahi eşqə əsr olunub. Həm də ki, qəzəl janrından deyir. Bu fikir düzdür. Əsər əruz əzin rəməl bəhrindədir. Ağrımaz rəməl bəhrindədir. Sonra şair haqq bilənlərin əzab əziyyətdən qorxmadıqlarını ifadə edir bu fikir. Əgər bu fikir düzdür, bizdən səhv istəyir. Çıxırıq lirik qəhrəman dini qaydalara qarşı çıxan əqidəsinə sadiq obrazdır. Burada dini qaydalara qarşı çıxır. Çünki dövrün dini qaydaları düzgün şəkildə deyil idi. Ona görə qarşı çıxır. Yəni bu fikir düz fikirdir. Şeirin sonuncu bəndində yalnız şairin adı çəkilir, müraciət obyekti yoxdur deyir. Yəni şeirin sonuncu bəndində şairin adı çəkilir. Həm də yəni ona özünə müraciət olunmur, amma müraciət obyekti var. Orada deyir ey deməli murdar sallaqlar, ey murdar sallaqlar deyir. Burada da ey murdar sallaqlar müraciət obyekti olduğuna görə bu cavab səhv fikir olaraq götürüləcək. Orada var müraciət obyekti. 52-də deyir, sığmazam və ağrımazın doğru cavabı müəyyən elə. Bunların deyir arasında yəni Levin diaqram verib də. Lirik qəhrəman deyişlərinə əmin və əqidəsinə sadiq obrazdır. Bunu sığmazam aid edir, amma ağrımaza da aiddir. Ona görə bunu birə yox, ortada verməlidir. Deməli cavab
Bu səhvdir. Deyir ki, qəhrəman uludur, başlanğıcı zatla, varlığın sahibi ilə başlayırdı. Bu fikir düzdür, yəni çünki sığmazamın altında verib. Şairin hürufilik ideyalarının yer aldığı əsərlərdən biridir. Bu fikir də düzdür. İkisi də hürufilik ideyalarına məxsusdur. Əsərin qəhrəmanı dini xadimlərin haqsız qərarlarından Allaha sığındığını bildirir. Bu da ağrımıza aid fikirdir, buna görə bu da düzdür. Şeirdə tutduğu yoldan əmin olan cəsarətli hürufi obraz yaradılıb. Bu fikir isə yenə deyirəm, ortaya aid olmalıdır. Ona görə deməli buna götürməyəcək. Cavabımız 2, 3, 4 olacaq. Cədvələ əsasən səhv fikri müəyyən edin. Nəsiminin ağrımaz. Zahidin bir barmağını soysalar haqdan qaçar. Bu fikir düzdür. Qabağında doğru yazıb. Deməli bu fikir düzdür. Amma bizdən səhv istəyir. Bu çıxdı. Dini qaydalara uyub həqiqətin tərəfdarı olduğu vurğulanır. Bu dini qaydalara uymur. Dini qaydalara zidd olur və yanlış fikir deyir. Yanlışdır. Bu da yanlışdırsa deməli düzdür. Amma bizdən səhv istəyir. Çıxdıq. Qəhrəmanın Allaha sonsuz sevgisi olduğu üçün bədənini bütünlüklə soysalar belə ağırmadığını ifadə edir. Bu düzdür. Burada da düz yazıb. Deməli bu da olmayacaq. Həqiqi aşiqlərin əsr hürufilərdən tutduğu yoldan dönmədiyinin şahidi oluruq. Bu düz fikirdir. Bu da düz fikir. Deməli bunu götürməyəcəyik. Namərd adamlar da mərd insanlar müqayisə edilib. Təzad yaradılıb. Bu fikir düzdür, amma qabağında yanlış yazıb. Çünki orada zahidlərlə mərd adamları müqayisə edir. Yəni ki, zahidlər həm deyir müharibə nəsə deyir özlərinə zidd olan fikir olan kimi oradan qaçarlar və yaxud da onlarınki deyir ətlərini deyir soysalar ağrıyar, amma deyir mərd adamlarda elə olmur. Ona görə bu fikir deməli düz fikirdir, amma qabağını yanlış yazdığına görə bu fikri götürməyəcəyik. Nəsiminin Ağrımaz şeiri ilə bağlı yanlış fikir müəyyən edin. Əsərdə şairin özünə müraciət olmasa da 3 yerdə deyir üç yerdə eyni obyektə müraciət var. Bu da hardadır? Deməli, orada Allaha müraciət edir. 3 yerdə şaha deyir. Şaha müraciət edir və bu da Allah deməkdir. Ona görə bu düz fikirdir. Qəzəl janrında Rəməl bəhrində yazıb. Düzdür. Ərlərdən, igidlərdən fərqli olaraq namərd adamlar meydan günündə mübarizədən qaçır. Bu da düz fikirdir. Bizdən yanlış istəyir. Şair əsərdə haqq tərəfdarı olub, əzablardan qorxub doğru yola pənah aparmağın vacibliyini vurğulayır. Bu da düzdür. Şair əsərdə şaha deyə müraciət etdikdə Allahı nəzərdə tutur. Bu da düzdür. Səhv fikir onda hansı oldu burada? Mən nəyə səhv baxdım? Baxaq, bunda 3 yerdə müraciət obyekti düzdür. Qədər janrında Rəməl bəhrində. Bu da düzdür. Əsərdə igidlərdən fərqli olaraq namərd adamlar meydan günü mübarizədən qaçır. Düzdür. Şair əsərdə haqq tərəfdarı olub, əzablardan qorxan bir dəqiqə. Deməli, şeir haqq tərəfdarı olub, əzablardan qorxub doğru yola pənah aparmağın. Əzablardan qorxmur axı. Yəni bu fikir burada yanlış olacaq. Ona görə cavabımız D variantıdır. Yəni hər şey düzdür, amma bu qorxu fikri səhvdir. Ona görə cavabımız D variantıdır. Bu da İmadəttin Nəsiminin Elçin Abışovun kitabının olan testlərin izahı. Gələn dəfə Şahis Mən Xətainin verəcəm izahını. Bu günlük bu qədər. Sağ olun, salamat qalın.